birinci şərt oxuyaq. Alqoritm blok sxeminə əsasən S dəyişənin 64 qiyməti çapa verilmişdir. Buna əsasən N dəyişəni daxil edilə biləcək ən kiçik natural qiymətini soruşur. Demək, biz N üçün qiymət tapmalıyıq, amma ən kiçik natural qiymətini tapmalıyıq. Biz bunu proqram şəklində yazsaq, N bərabərdir int input qeyd edirik. S bərabərdir 2, S-in ilkin dəyəri 2-dir. While nə qədər ki, N, yəni kiçik bərabərdir sadə dildə bizə 15, o zaman dövrün gövdəsini icra edəcək. Baxırıq 2 dənə operator var. S bərabərdir, S vurulsun 2, N bərabərdir, N üstə gəlsin 7 və nəticədə S-in qiyməti çap olunur. Print S yazmış olacaq. Yəni biz bu algoritm proqram şəklində yazsaq, bu şəkildə yazaq. Və ola bilər ki, məsəl üçün bu imtahanda belə algoritm şəklində çıxdı qarşımıza. Gələn dəfə bu tipin məsəl üçün proqram şəklində çıxar qarşımıza. Mahiyyət eyni, fərqi yoxdur. Bu tipləri yazarkən müəllimlər nəyə diqqət edirik? 2 məqamı. Birinci, dövr sayına. Dövr sayı. Onu bir K ilə işarə edəcəm. İkinci, demək, dövrdən çıxma şərti. Dövrdən çıxma şərti. Müəllimlər, bu 2 məqamı qeyd etdikdən sonra məsələmiz yəni sadələşir. Dövr sayını birinci tapmalıyıq. Biz baxırıq ki, yəni biz bilməliyik ki, dövrün gövdəsi neçə dəfə icra olunubdur. S-in qiyməti 2-dir. İlkin qiyməti və nəticədə bizə son dəyəri deyil. Onsuz da şərtdə qeyd olunub, S dəyişənin 64 qiyməti çap olunur. Və baxırıq ki, bu 2-dən 64 necə alınır? Hər dəfə S-i 2 vurarıq. Düzdürmü? O zaman ya bunu 1-1 yazarıq. İndi 1-1 də yazacağım, birbaşa da deyəcəm. 1-1 yazsaq, S bərabərdir 2-dir. 2-ni 2-yə vurarıq, olar 4. Sonra S bərabərdir 4-ü vurarıq 2-yə, olar 8. S bərabərdir 8-i vurarıq 2-yə, 16. 16-nı 2-yə vurarıq 32. Demək, 32-ni 2-yə vurarıq, olar 64. Neçə dəfə dövr etdim? 1, 2, 3, 4, 5. Ya belə yazarsınız. Amma məsəl üçün 64 deməsi 512 desəydi, daha 2-nin demək, böyük qüvvətlərini desəydi, belə yazmaq əlverişli deyil. 2-dən başladığına görə, 1-dən başlamadığına görə, birinci S-i qısa yolunu indi qeyd edirəm. 64-ü yazarıq necə? 2 üstündə 6, amma 1 vurulsun 2-dən yox, 2 vurulsun 2-dən başladığına görə 6-dan da bir vahid çıxarıq, olar 5. Məsəl üçün, sual oluna bilər ki, 2-dən yox, 4-dən başlasaydı, o zaman 2 vahid çıxacaqdı. Demək, K nəyə bərabər oldu müəllimlər? 5-ə. Biz artıq dövr sayını tapmış olduq. İndi bundan sonra biz dövrdən çıxma şərtini nəzərə almalıyıq. İndi bu nə deməkdir? Yəni biz 5 dəfə dövr etdikdən sonra artıq dövr sayını tapdıq ki, yəni 5 dəfə demək icra olunur ki, dövrün gövdəsi nəticədə S 64 dəyərini alıbdır. 5-ci dövrdən sonra biz şərtə yox deməliyik. O zaman şərtdə əgər kiçik və bərabər işlənibsə, demək dövrdən çıxma şərti olacaq böyük. Çünki ikisi birləşdirsək, nəticədə kiçik bərabərdir, alınır, düzdürmü? Demək, qalır bizdə nə? Böyük. O zaman dövrdən çıxma şərtində böyükdür götürəcəyik və məsələmizi həll edəcəyik. Demək, N, bizdən də N-in ən kiçik dəyəri soruşduğuna görə 5 dəfə dövr edəcəm. Yəni, N-in üzərinə 5 dəfə 7 gəldikdən sonra 6-cı dövrə girməməliyəm, dövrdən çıxmalıyam. Dövrdən çıxma şərtimizdə nəyə bərabər oldu? Böyükdür 115. Düzdürmü? O zaman yəni N-in üzərinə 5 dəfə 7 gəldikdən sonra artıq 7-ni 5 dəfə açıq şəkildə yazmadım. Qısa 5 vurulsun 7-də yaza bilərik. Böyükdür 115. Bir daha vurğulayıram. Niyə böyükdür götürdük? Çünki kiçik bərabərdir. Artıq şərtin ödənilən, yəni gövdəyə icra olunan vəziyyətidir. Dövrdən çıxma şərti o zaman bir dənə qalır böyük. Ona görə də 5 dəfə 7 gəldikdən sonra N-in üzərinə dövrdən çıxmalıyıq. Böyükdür 115. Ondan sonra N üstə gəlsin 35, böyükdür 115-dən, N də böyükdür, demək 80-dən. Və ədəd oxunda biz bunu təxminən yazsaq, yəni 0 deyək ki, burada 80-dir. 80-i almır.
80-dən ta müsbət sonsuzluğa qədər. 80-dən sonra gələn ən kiçik natural ədəd isə bizdə nə olacaq? 81 olacaq. Demək, n bərabərdir 81. Bir daha vurğulayıram. Bu tip məsələləri qeyd edərkən dövr sayına və dövrdən çıxma şərtinə diqqət etməliyik. Dövr sayı odur ki, dövrün gövdəsi neçə dəfə yerinə yetirilib, dövrdən çıxma şərti isə odur ki, dövr bitdikdən sonra artıq 5 dəfəmi, 10 dəfəmi dövr etdikdən sonra şərtə yox deməli. Şərtə də yox demək üçün demək n böyükdür 115 olmalıdır ki, biz yox deyib S-in qiymətini çap edə bilək. Bu da belə bir maraqlı sual idi.